Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında İranın Naxçıvana etdiyi dron hücumunu Azərbaycan dövlətinə qarşı çirkin terror aktı adlandırıb. Dövlət başçısı bildirib ki, mülki obyektlərin hədəf alınması namərd addımdır və İran rəsmiləri bu hadisəyə görə dərhal izahat verməli, üzr istəməli və günahkarları məsuliyyətə cəlb etməlidir. Azərbaycanın heç vaxt öz ərazisindən qonşu ölkələrə qarşı istifadəyə icazə vermədiyini xatırladan prezident Tehranın ölkəmizə qarşı apardığı şər böhtan kampaniyasının əsassız olduğunu vurğulayıb. O, İran tərəfinin bu davranışını böyük nankorluq kimi qiymətləndirərək qeyd edib ki, Azərbaycanın xoş niyyətinə və humanitar yardımlarına baxmayaraq belə bir hücumun edilməsi qəbul olunmazdır. Dövlət başçısı silahlı qüvvələrə cavab tədbirləri üçün konkret tapşırıqlar verib. Prezident İlham Əliyev xəbərdarlıq edərək bildirib ki, Azərbaycanın gücünü sınamaq istəyənlər yenidən dəmir yumruqla qarşılaşacaqlar. Artıq Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və xüsusi təyinatlı qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib.